Dünən Grand Avenue Pro ilə offroada getmişdik. Dedim bu maşını qoy real testdən keçirdim. Mən təbii ki, professional offroader deyiləm. Yəni çox çətin bir yollarıdır. Düzdür, bəzi videolar qoyacağam, videodan tam bilinmir. Çayın içərisində çox böyük bir daşlar, yəni Qaz 66-nın işlədiyi bir yoldur da, ya belə deyək, yol yox idi. Və bu hissələrdə avtomobilin bizə bir sıra köməkçi sistemləri və həmçinin maşının quruluşu çox kömək oldu. Yəni başlayır bu təkərlərdən, təkərlər AT təkərlər idi, yəni hazır yolsuzluq üçün lazımlı bir təkərlərdir, təbii ki, palçıq olmasa. Ondan sonra avtomobilin clearance idi, yüksək clearance, şəxsən bizim getdiyimiz o yolsuzluqda bizə çox kömək oldu. Və həriyin gücü idi. Part-time tam çəkim sistemi, hansı ki 4L, yəni daha aşağı ötürür fırlanma anını 2,5 dəfə. Bundan başqa arxa diferensialın kilidi çox köməyimiz oldu. Yəni belə yerlər vardı, onsuz gedə bilməzdi. Hətta ön diferensialın kilidi bizə o da lazım oldu. Yəni bəzi yerlər var idi ki, hər ikisini qoşurduq ki, bizi çıxartsın oradan. Amma ən çox xoşuma gələn hissəsi bax bu askı sistemi oldu. Avtomobildə olan Cayman amortizatorları var, bunun sayəsindədir. Yəni bu amortizatorlar xüsusi olaraq offroader üçün hazırlanıb və sərtliyi tənzimlənir. Yəni şosсе üçün biraz sərt qoyursan ki, avtomobil sərt olsun, yolu yaxşı tutsun. Yolsuzluğa gedəndə avtomobilin amortizatorunun o gedişi ki var, onu artırmaq üçün daha yumşaq eləyirsən, komfort olsun avtomobil.